Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə çox dadlı piroq reseptini bölüşəcəm. Həm görünüşü mükəmməl alınır, həm də dadından doyulmayan bir piroq reseptidir. İndi isə keçək hazırlamasına. Əvvəlcə 4 stəkan unu, 200 ml, qeyd edim ki, stəkan ölçüsü 200 ml-dir. 4 stəkan una, 150 qram kərə yağını, yumşalmış kərə yağını qarışdırıb umaç halına gətirirəm. Qıraqda bir qabda isə 3 yumurta, 150 qram şəkər tuzu, 150 qram xamanı yaxşıca qarışdırıram. Başqa bir qabda isə 1 çay qaşığı sodanı, 2 çay qaşığı üzüm sirkəsi ilə qarışdırıb onu əlavə eləyirəm üzərinə. Əlavə eləyib yaxşıca xəmir yoğururam. Qeyd edim ki, xəmir yumşaq xəmir alınmalıdır. Bərk olmamalıdır ki, piroqumuz yumşaq piroq alınsın. Xəmiri 3 kündəyə bölüb kündələri gözlətməyə ehtiyac yoxdur. Açmağa başlayıram. Bu formada açdıqdan sonra qapağın köməyi ilə yumru formada kesirəm. Qıraqlarını isə videoda göründüyü kimi kesib, ortasına isə mən şaftalı cəmindən istifadə elədim. Siz başqa cəmlərdən də istifadə eləyə bilərsiniz. Bu formada eləyib qıraqlarını kasiçka formada düzəliş eləyirəm. Üstünə isə qalan xəmiri tyorkadan keçirdib 180 dərəcə qızdırdığım sobada 25-30 dəqiqə bişirirəm. Piroqumuz bişənə kimi digər piroqun hazırlamasına keçirəm. 2 ədəd almanı soyuram. Üstünə limonu sıxıram ki, qaralmasın. Üstünə isə 1 çay qaşığı darçın əlavə eləyirəm. 1 çay qaşığı da şəkər tuzunu əlavə eləyib yaxşıca qarışdırıram. Bu arada piroqumuz bişib hazırdır. Digərini isə bu formada eləyib, almanı da üstünə əlavə eləyib, xəmiri bu formada düzəliş eləyib, düzəldirəm. Açıq yerlərinə də isə tyorkadan keçirdiyim xəmiri əlavə eləyib, qızdırdığım sobada bişməyə qoyuram 25 dəqiqə. Sonra isə çıxardıb nuş eləyirik. İnanın çox dadlı, çox yumşaq piroq alınır. Siz də eləyib nuş eləyə bilərsiniz.